Ümumiyyətlə, insan vərdişlər məxluqudur. Mənim indi danışmağım, kameraya baxmağım, əl hərəkətlərim hamısı vərdişdir. Hətta yuxudan durmaq qaydası, gecə yatmaq vaxtı və qaydası hamısı vərdişlərdən ibarətdir. Biz vərdişlərə öyrəşməyi sevən bir məxluquq. Bir halda ki, belədir, biz yaxşı olardı ki, həyatımızdakı əksər elementləri vərdişlərə çevirək. Yəni, insan təbiəti etibarilə tənbəldir, vərdişlərlə yaşamağı sevir. Bu funksiyadan biz düzgün istifadə etsək, həyatda çox iş görə bilərik. Və mən sənə deyim ki, vərdişlər təkcə fiziki amillərdən ibarət deyil, insanın düşüncə vərdişləri də var. Bir dayan, deyək ki, bir 10 saniyə və bax gör nə barədə düşünürsən. Görəcəksən ki, demək olar ki, hər dəfə eyni mövzunu düşünürsən və ya eyni formada düşüncələrə dalırsan. Bu ya neqativ ola bilər və ya pozitiv ola bilər. Yəni, bunların da hamısını dediyim qayda dəyişmək olar. Təbii ki, vərdiş elminin daha zənginlikləri var, sən bunları araşdıra bilərsən. Bu bacarıq, yəni ki, vərdişləri dəyişmə bacarığı bəlkə də həyatındakı ən vacib 3-5 bacarıqdan biridir. Bəziləri buna ən birinci bacarıq sayır. Yəni, ona da etiraz eləmərəm mən.